Gecələr içində cümə gecəsi, cümə axşamı dualar daha tez qəbul olunur. Müəyyən məkanlarda dualar qəbul olunur. Namaz vaxtları dualar qəbul olunur. O cümlədən də duanın qəbul olunması üçün ən münasib fürsət Qədir gecəsidir. Allahın rəhməti daha çox təzahür olunur və bu gecə kim ümidlə Allahın qapısına gedərsə bağışlanmamış qayıtmaz. Mümkün deyil bağışlanmamış qayıtsın. İnsanlar gərək ümidlə Allahın dərgahına yönəlsin. Ümid nə qədərdirsə o həddə də doğrulacaq. Ona görə də ümidlə getsək, ümidlərimiz doğrulacaq və biz bağışlanacaq. Bu gecə ən böyük fəzilət bundan ibarətdir ki, biz taleyimizi dəyişə bilərik. Deyirlər ki, Qədir gecəsində müqəddərat təyin olunur. Amma müqəddərat bizim əməllərimizdən asılı olaraq təyin olunur. Yəni biz alın yazısına məhkum edilmiş aciz insanlar deyilik, aciz varlıqlar deyilik. Bizim gələcək müqəddəratımız indiki mənəvi durumumuzdan asılıdır. Bizim gələcəyimiz keçmişimizin girovundadır. Yəni keçmişdə etdiyimiz əməllər gələcəyimizə təsir göstərib və Qədir gecəsi bir fürsətdir ki, gələcəyimizi keçmişimizin əsarətindən qurtaraq, gələcəyimizi keçmişimizin əsirliyindən çıxaraq və bu da tövbə vasitəsilə edilir. Qədir gecəsində insan tövbə edir. Etiraf, tövbə nə deməkdir? Tövbə səhvin etiraf edilməsi və peşmanlıq hissi keçirmək. İnsan etiraf edirsə səhv etdiyini və peşmandırsa artıq tövbə halındadır və bu insanın mənəvi baxımdan dəyişməsinə, daxilində inqilab yaratmasına gətirib çıxarır. Tövbə vasitəsilə insan dəyişir, Allahın huzurunda səhvlərini etiraf edir və gələcəkdə günah etməyəcəyinə dair söz verir. Əlbəttə bu söz verərkən Allaha arxalanaraq bu sözü verir və Allahdan kömək istəyir ki, bu sözü yerinə yetirə bilsin. Bütün bunlar Qədir